deməkdir. Allah qadın əmri veribsə Peyğəmbərə, Peyğəmbər ora neçə qadın aparmalı idi? Qadınlar, məsələn, mən sizə göstəriş verirəm, rəhbər işçiyəm. Siz də mənə tabi olan bir işçisiz. Qadınları yığ idarəmizdə, apar mətbəxə. Neçə nəfər aparacaqsınız? Mən ağzımda nə deyirəm? Lar. Siz nə başa düşdünüz? İdarəmizdə qadınları yığ apar mətbəxə. Nə qədər qadın aparasınız? Bir dənə. Bir dənə aparsaz, deməli siz mənim əmrimə nədir? Tabi olmamısınız. Mən deyirəm ki, idarəmizdə olan qadınları, qadınlar, lər, sizsə öz qohumunuzu götürürsünüz və yaxud tanış birini götürürsünüz, bir nəfəri. Aparırsınız ki, sən otur, kefin istədiyini istə və masanın üstü yeməklə, qidayla dolacaq və bu müdürün göstərişidir. Mənim deyil. O xanım da yiyir, sumkasını da doldurur, çıxır gedir. İndi mənə xəbər çatır ki, göstəriş verdiyim adam bir nəfər apar. Mən çağırıb adamı məzəmmət eləməyə ixtiyarım var ya yox? Var. Çünki mənim əmrimə itaət eləməyib. Bu idarə mənim əmrimlə idarə olunur. Mən deyəndə lar. Mən deyəndə fərd. Bir nəfəri desəm sən 10 nəfər aparsın, yenə də məzəmmət eləyəcəm səni. Sənə mən nə demişdim? İndi gəlirik Qurana. Görürük ki, Allah Quranda deyir, nisa, qadınlar. Peyğəmbərsə meydana kimi aparıb? Bir nəfər. 9 arvadı var Peyğəmbərin. Mədinədə olan hadisədir. 9 arvadı var. Birini də aparmayıb. Peyğəmbərin qadınları deyəndə, ayə belə də, qadınlarınızı və qadınlarımızı. Fatimə Zəhra Peyğəmbərin qızıdır. Qadını deyil. Amma meydana onu aparıb. Ummu Sələmə var idi, Ayşə var idi, Hafsa var idi, Səudə binti Zəm'ə vardı, filan kəs vardı. 7-8 Peyğəmbərin arvadı olub, heç birini aparmayıb. Məhz Fatimə Zəhranı aparıb ki, o onun nisası deyil, qadını deyil. İki yolumuz var, ya düz eləyib, ya da səhv eləyib. Yəni, Peyğəmbər ya Allahın əmrinə itaət eləyib, ya da Allahın əmrinə neynəyib, asi olub. Görürük, Quranı araşdıranda görürük ki, Allah Peyğəmbərini nümunə sayır. Yəni, ona baxın, özünüzü neyləyin, düzəldin, islah edin. Fatimə Zəhranı Peyğəmbər aparmaqda məqsədi qızımdır deyə aparmayıb. Əgər qızımdır deyə aparıbsa, səhv eləyib. Allahın əmrinə itaət eləməyib. Niyə? Qızım, oğlum söhbəti dində yoxdur. Dində Allahın əmri var, vəssalam. Bu qızımdır, bu oğlumdur, bu kürəkənimdir. Belə bir şey. Ərəblər niyə Əhl-i Beytdən döndülər? Çünki fikirləri belə idi. Elə bildi ki, Peyğəmbər öz ailəsini yerləşdirəcək özündən sonra, qoy vəzifə olsun kürəkənin, bu şahlıq kimi baxırdılar da, nə qədər məsələn xumus var, zəkat var, filan var, olsun hələ qızının, nəvəsinin. Bütün sərvət qalsın kimə? Hələ öz ailəmə. Belə baxırdılar. Amma hədisləri araşdıranda indi təqdim eləyəcəm, görəcək, yox, elə deyil. Bu, ilahi mesajlardır. Peyğəmbər neynib ona əməl eləyib. Deməli, nisa, siz başqa din nümayəndələri öz qadınlarınızı gətirin, say məhdud deyil. Nə qədər qadın varsa yığın gətirin. Biz də öz qadınlarımızı gətirəcəyik, meydana gələndə görürlər ki, bir nəfər. Bir qadın.
Deməli, bu Allah tərəfindən Fatimə-i Zəhraya verilən digər bir məqamdır. Bütün müsəlman ümmətinin Fatimə-i Zəhra nə idi? O getməlidir. Yəni, bütün qadınlar timsalında kim getdi? Peyğəmbərin seçimidir ya Allahın seçimidir? Əgər Peyğəmbər səhv eləsəydi, düz eləməsəydi, Allah ikinci ayə nazil eləməli idi ki, mən deyəni şey eləmə. Çünki Quranda ayə var. Əgər Peyğəmbər bizə, biz demədiyimiz bir şeyi nisbət verərsə, yəni Peyğəmbər Fatiməni aparanda qızı olaraq, cəmaata deyir ki, Allah deyib, bunu apar, mən öz seçimim deyil. Allah deyib, Quran ayəsi nədir? Peyğəmbərin orada da boynu nə olmalıydı? Qırılmalıydı. Çünki Allah deyir də, mən demədiyimi mənə nisbət versin, boynun nə olacaq? Qırılacaq, şah damarın qırılacaq. Yəni, səni elə bir əzaba bürüyəcəm ki, heç kafiri o əzaba belə bükməmişəm. Deməli, Allahın etirazı olmadığına görə, deməli, hələ ümmət Muhammedin sallallahu aleyhi və aleyhi və səlləm qadınlarını bir nəfər təmsil edir. O da kimdir? Fatimə-i Zəhra. İkinci adam, o bir hədis yoxdur ki, Peyğəmbər Ümmü Sələməni aparmışdı. İkinci namizəd yoxdur ortada. Deməli, bütün ümməti Allahın əmri ilə qadınları təmsil eləyən Fatimə-i Zəhradır. Evladları, uşaqları təmsil eləyən kimdir? Həsən Hüseyndir və ümmət qadın və kişidən səvayı kim varsa, onları təmsil eləyən kimdir? Peyğəmbər və Həzrəti Əli əleyhissalamdır. Bu hədis deyir, ay cəmaat. Bu Qurandır. Allah və sən. Bu ayənin sənin üçün dəyəri nədir? Onu axtar özü üçün. Qiyamət günü üçün Quran nə üçündür? Hudən lil muttaqin. Təqvalıları düz yolda davam eləməyə kömək eləyən bir vəsilədir. Sən düz yolu getmək üçün sənin Qurana ehtiyacın var. Hər dəfə namazda nə deyirsən? İhdinə sıratəl müstəqim. Müstəqim yola məni neynə hidayət elə. Hər gün 5 dəfə bunu deyirsən. Və özünə sual verirsən ki, düz yol nədir? Allah cavab verir. Sıratəl-ləzinə ən'əmtə əleyhim. Nimət verdiyin şəxslərin yolu. Deməli, biz müsəlman olaraq kimin yolu ilə getməliyik? Nimət verilənlər. Sən axtarmalısan dini üçün ki, nimət verilənlər kimdir? Ki, mən 5 dəfə namazda, namazımızın içi də boşdur. Deyirik, nimət verilənlərin yoluna, ay Allah, məni apar 5 dəfə gündəlik, ölənə qədər. Amma heç bilmirəm ki, o nimət verilənlər kimdir? Elə bir istəyirəm, amma bilmirəm və bilmək də istəmirəm. 50 ildir namaz qılıram, bilmirəm ki, Allahın nimət verdiyi şəxslər kimdir ki, məni o yolla apar. Kimdir? Bilmirəm. Və niyə istəyirsən? Niyə 50 ildir, niyə maraqlanmamısan ki, o nimət verilənlər kimdir? Yəni, namazın içi nədir? Boşdur. Salavat kimi də salavatı çəkir, içi nədir? Boşdur. Tanımır salavat Ali Muhammed, yəni, çünki Peyğəmbər deyir ki, dua nədir? Qəbul deyir. Hədis də səhihdir. Bəs qəbul olması üçün neyiniyim? Ya Rəsulallah, deyir, mənə və Ali Muhammedə salavat göndər. Sənə olar, amma Ali Muhammed mən üçün maraqlıdır. Bəs dua sənə üçün maraqlıdır ya yox? Ay Allah, anama şifa ver. Ay Allah, mənim dünya və axirətimə abad elə. Duadır ya yox? Peyğəmbər deyir ki, Ali Muhammedsiz alınmayacaq. Bəs Allah Quranda deyir, axı, mən sizə şah damarınızdan da yaxınam. Neynir Muhammed və Ali Muhammedi? Allah yaxındır da, elə bir qulağımla, şah damarımda nə qədər fasilə var, ağzımla. Bu qədər az bir məsafə deyək də, öz, kimlik. Kiməsə ehtiyac varmı? Ya Peyğəmbəri qəbul elə, ya da nədir?
qəbul eləmə. Peyğəmbəri qəbul eləyirsənsə, Peyğəmbər deyir ki, o şah damar mövzusunda Fatimə Zəhra var, Əli var, Həsən və Hüseyin var.